Kişi mübahisə etdiyi həyat yoldaşını öldürüb. Qətl hadisəsi Qəbələ rayonunun Böyük Pirəli kəndində törədilib. Kənd sakini 35 yaşlı Vasif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı 32 yaşlı Afət Ağababayevanı bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarəti alan qadın hadisə yerində dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə hadisə qısqanclıq səbəbindən baş verib. Hadisəni törədən şəxs tutulub. Gecə saatlarında Abşeron rayonunda isə bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb. Valih Nəcəvov başından güllələnərək qətlə yetirilib. Digər bir şəxs, Qəbələ sakini Xəyal Paşayev isə 3 odlu silah yarası ilə bir saylı kliniki tibbi mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Cinayətin kim tərəfindən törədildiyi hələ ki məlum deyil. Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlindən Makarov tipli tapança, həmçinin yerdən 7 gilis aşkar edilərək maddi sübut kimi götürülüb. Şəmkirdə də mübahisə edən gənclər silah əl atıb. Dəlilər Daşbulaq kənd sakini 31 yaşlı Vahid Əsgərov zabit Şirinova odlu silahdan atəş açıb. Güllə yarası alan sonuncu ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına aparılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb. Hadisə zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. 30 mart təxminən saat 12 radələrində Şəmkir Mərkəzi xəstəxanasına sağ baldırın yuxarı 3/1-nin odlu silah yaralanması ilə xəstə Şirinov zabit daxil olmuşdur. Xəstəyə ilk yardım göstərildi, rentgenoloji müayinə olundu. Sonraki müayinə və müalicəsi üçün öz istəyi ilə xəstə Gəncə şəhərinə aparıldı. Hələlik odlu silahdan istifadə edən Vahid Əsgərov saxlanılmayıb. Şəmkir rayon polis şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirləri aparır.